Ellezîne yuqîmûne's-salâte və mimmâ razaqnâhum yunfiqûn. Və həqiqi möminlər o kəslərdirlər ki, namaz qılar və bizim onlara verdiyimiz ruzidən Allah yolunda yoxsula, imkansıza, ehtiyaclılara infaq edə, onlara əl tuta. Ulaikə humul mu'minun haqqan. Allah buyurur ki, onlar həqiqi möminlərdir. Yəni ardıcıllığa baxsaq, Allahın adı gələndə qəlbləri titrəyən, Allahın ayələri oxunanda imanları artan və bütün işlərində Allaha təvəkkül edən, namazlarını qılan və Allahın verdiyindən Allah yolunda infaq edənlər buyurur, ulaikə humul mu'minun haqqan. Həqiqi möminlər onlardılar. Ləhum daracatun ində rabbihim və mağfiratun və rizqun kərim. Onların öz Rəbbi yanında ali dərəcələri var. Onlar bağışlanan və tükənməz ruziyə sahib olan bəndələrdir.